gedirdim, bunların problemlərinə görə mən ərə gedə bilmədim. Çünki mənim kreditim var idi. Mən yəni bunlara görə yəni qaldım. Mən ona görə gəldim ki, maşın. Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biz hal-hazırda İskaz avtosalonundayıq. Son günlər sosial şəbəkələrdə sözü gedən avtosalon haqqında xoşagəlməz məlumatlar yayılıb. Lakin salonun rəhbərliyi iddia edir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və məsələyə bir tərəfli yanaşırlar. İskazın rəhbəri Abbasov Elvin 2025-in sentyabr aylarında Leyla adlı xanım bizə İskaz'a müraciət edib, bizdən Jeep Compass markalı 2022-ci il model maşın alıb. Maşının yoxlatdırmışıq, maşının bütün texniki göstəriciləri, bütün səslənməsi ilə bağlı xanıma servis sənədlərini təqdim eləmişik. Həmin sənədlər əsasında xanım bütün sənədlərlə tanış olandan sonra maşını təzədən bizim öz iddiamızla maşını təzədən demişik ki, yoxlasınlar. Yoxlatdırmışıq xanıma, maşın tam hazır vəziyyətdə, sərgəli vəziyyətdə, texniki cəhətdən heç bir nasazlığı olmamaq şərti ilə maşını xanıma təqdim eləmişik. Xanım maşını alandan sonra bizlə bir 4 ay, 5 aydan bir belə arada buradan keçən vaxtlarda bizlə görüşüb, həmişə maşın haqqında razılığını bildirib. Xanım sadəcə olaraq problemləri aprel ayında başlayıbdır. Aprel ayına kimi də xanım bir dəfə mart ayında bizim salona yaxınlaşıb. Şəxsən mən, xanım iddia edir ki, rəhbərliyi mən görmürəm. Xanım maşını alanda da rəhbərlik olaraq mən xanımdan özüm şəxsən danışmışam. Plus da xanım mart ayında bizə müraciət edəndə ki, mən maşınımı satmaq istəyirəm, onda da xanımdan şəxsən özüm danışmışam. Xanım həmin ərəfədə mart ayında bizə müraciət edəndən sonra ki, bizə bu maşını satmaq istəyirəm, mən Türkiyəyə köçürəm. Türkiyəyə köçdüyüm üçün mənə vəsait lazımdır. Mənə vəsaitə görə mən bu maşını satıram. Biz xanıma bugünkü bazar qiyməti ilə maşının dəyərini deyəndən sonra xanım dedi ki, yox, onda mənə bu maşının dəyərindən biraz aşağı qiymətdə maşın verin. Mən bu maşını üstündə də əlavə pul olsun ki, mən Türkiyəyə bir dəfəmi köç edirəm. Arada bura gələndə maşını istifadə eləmək üçün. Bu sözlərdən sonra konkret olaraq xanım bizlə əlaqə saxlamadı. Bir aprel ayının 25-i xanım gecə saat 4-də işləmiş. Bizə uşaqlara mesaj yazıb ki, mənim maşımı gəlirəm qaytarın. Konkret olaraq xanım maşın haqqında bizə deməyib ki, maşının nasazlığı var, ya maşını mənim üçün düzəltməyə kömək edin, ya usta göstərin. Bu barədə bizlə konkret danışmayıbdır. Xanımın konkret fikri o olubdur ki, mənim pula ehtiyacım var və maşını satmaq istəyirəm, ya da ki, maşını mənə qaytarın, mənə pul verin, mən Türkiyəyə köçürəm. Bu günlərdə xanım deyir ki, biz problem yaratmışıq ki, bunun ərə getməyi ilə bağlı biz o barədə də heç bir məsuliyyət daşımırıq. Yəni, onun bu məsələyə nə aidiyyatı var? Əlbəttə ki, bizdən xanım maşını alıb, onun şəxsi problemlərinin bizə heç bir aidiyyatı yoxdur. Xanım bu günləri qərəzli fikirlər səsləndirir, şər böhtan atır ki, biz onu aldatmışıq, amma biz o xanım təqdim etdiyi sənədlər maşının gündəlik servisdə qulluq olunduğu sənədlərdir. Həmin sənədləri də biz özümüz xanıma təqdim edirik. Xanım o sənədlərlə tanış olandan sonra bizdən maşını alıbdır. Maşın haqqında da bütün məlumatları xanıma bildirmiş həmin ərəfədə. Xanım amma bu günləri deyirsə ki, maşının problemi var. Problemli olan maşının mart ayına xanım özü çəkdirib qoydurub turbaza. Turbazda əgər biz yalan danışırsa, xanım niyə yalan danışır, müraciət qeyd edib altında ki, mənim maşının heç bir problemi yoxdur, xanım idarə edibdir, maşın konkret olaraq saz vəziyyətdədir. Avtomobil birinci əldir, yoxsa ikinci əl? Maşın ikinci əldir. İkinci əl olduğu üçün 2022-ci ildə maşını yoxlatdırıb servis olaraq verəndən sonra biz garantiya vermirik. Maşının göstərmək, qulluq eləmək, bu şərtlərin hamısı xanımın özünə aiddir. Biz onun heç birində cavabdeh deyilik. Xanım da 8 ay bundan qabaq alıb. Biz ona bildiririk ki, 8 ay bundan qabaq alınan maşını siz bizə qaytara bilmərsiniz. Ona görə ki, biz bu maşını tutaq ki, 40 min probekdə satmışıq, amma xanım bu günlərdə 58 min probekdə maşını gətirib ki, qaytarın. Belə bir hüquqi cəhətcə də, məhkəmə cəhətcə də belə bir şərt yoxdur. Amma xanımın qərəzli fikirlərinə, şər böhtanlarına görə biz polis orqanlarına da müraciət eləmişik. Burada əlimizdə sənədlərimiz də var. Məhkəməyə də müraciət eləmişik. Bununla bağlı gələcəkdə hüquqi qiymət verirlər. Onu da biz sizə yenə bildirərik. Bəli, hörmətli izləyicilər, İskaz avtosalonunun rəhbərinin mövqeyini sizlərə çatdırdıq. İndi isə qarşı tərəfin mövqeyini öyrənmək üçün telefon əlaqəsi yaradırıq. Alo. Alo, salam, hər vaxtınız xeyir olsun. Leyla xanımla danışıram.
Bəli, bəli. Milli Televiziya jurnalisti Məlahə Səfərovadır sizi narahat edən xanım. Bəli, bəli. Buyurun, buyurun. Biz İSKAS avtosalonla bağlı sizə zəng etmişik. Bir mövqe bildirə bilərsinizmi bununla bağlı? Hal-hazırda sizin danışığınız qeydə alınır, məlumatınız olsun. Mən neçə vaxt maşın almışam. Neçə müddətdə almışsınız xanım? Neçə müddətdə almışsınız maşını, avtomobili? Mən maşını 8 aya yaxındır ki almışam. Maşını alandan bəri yəni problemləri qurtarmır. Özlərinə bildirmişəm. Özlərinə nə zaman bildirmişsiniz problemləri? Elə alandan bir müddət sonra yağ axıtdı maşın, motor xarab oldu, çox problemlər yəni çıxdı da. Nə vaxt gedirdim, deyirlər ki, bəs sübut elədi ki, biz eləmişik, sübut elədi ki, bizdən qabaq olubdu. Bəs xanım, hal-hazırda rəhbərlik Elvin müəllim bizim yanımızdadır. İddia edir ki, son vaxtlar bizə bildirib iradın. Artıq 8 ay keçəndən sonra əlimdə yəni yazışmalar var, video görüntülər var. Yanvarın yazışmaları var, ondan qabaq da yazmışam. Telefonda silinib sadəcə, telefon dəyişdiyimə görə. Yəni onlar çıxartdıracam mən, polislərlə danışmışam, çıxartdıracaq o yazışmalarda ortaya. Yanvarda yazmışam ki, mən neçə aydır sizə yazıram, bu nədir belə, maşını xarabdır, hamısı yan-yana məndə. Aydındır. Bəs siz bundan öncə bu bəyi tanımısınızmı? Yəni avtomobil alış-veriş etmisinizmi? Xeyr, xanım, tanımamışam. Birinci dəfə də oradan avtomobil alıram. Bəs iddia edir ki, xanım, ikinci dəfədir ki, bizdən avtomobil alır. Birinci avtomobili Elantra olub, səhv. Sumqayıt onların filialıdır. Onların filialı bilmirəm mən, nə bilim. Onların filialını mən bilməmişəm. Xanım, mən onları bir dəfə tanıyıram. Mən nə bilim, onların filialıdır. Aydındır, amma Elvin iddia edir ki, məndən ikinci səfərdir ki, avtomobil alır. Birinci səfər də alır, bu da ikincidir. Birinci dəfə də alıram. Birinci maşınımı Bəs xanım, siz turbo aza da qoymuşsaq avtomobili. Bununla bağlı nə deyə bilərsiniz? Bir də bir video mənim diqqətimi çəkdi. Siz bildirmişsiniz ki, mən sizə görə ərə gedə bilmədim. Bununla bağlı nə deyə bilərsiniz? Bunun bu məsələyə bir aidiyyəti varmı? Mən də orada deyim ki, mən Türkiyəyə ərə gedirdim, sizə görə gedə bilmədim. Türkiyəyə mən çıxa bilmədim maşının probleminə görə. Siz maşını satıb Türkiyəyə getmək istəyirdiniz? Bəli, onu deyirdim. 10 günə, 15 günə, 2 aya nəcə bir adınızı bildirmədiniz? Bildirirdim mən hər dəfə gələndə, xanım, mən bildirirdim. Onlar baxmırdı mənim. Çünki siz aprel ayında şikayətinizi bildirmişsiniz Elvin müəllimə. Mən Elvin bəy tapmırdım. Nə vaxt gedirdim, Elvin bəy yox idi. Satıcılar deyir ki, Elvin bəy gəlməyəcək. Məni boş-boş görüntülər var, o sizi qarşılayıb xanım. Görüntülər bizə təqdim eləyir. Siz gələndə, yəni o qaçmayıb, yayınmayıb. Həmin vaxt o sizi qarşılayıb. Hətta bildirdi ki... qarşılayıb deyirdi ki, mən düzəltdirəcəm maşınla, rahat olma, düzəltdirəcəm, ustamız var. Hər də məni alladırdı. Mən 3 ay kredit vermədim, 2-3 ay orada, baxın kamerada yoxdur. Mən ona görə kredit vermədim ki, maşını dəyişəcəksiniz, düzəltdirəcəksiniz, qaytaracaqsınız ona görə. Maşını dəyişmək istəyirdim, axı siz bildirirsiniz ki, mən maşını sürməmişəm. Axı proberqi artıb axı xanım. Sürmüsünüz ki, artıb. Nə artıb ki? 8 ay məndə də mən onu biraz sürmüşəm də, ora-bura. Nə artıb deyəcəksə? 40 neçə aydın da 50 neçə olubdu. 16.000 sürmüsünüz, bildirirlər. Necə? 16.000 kilometraj sürmüsünüz. Belə də sürməliyəm də, o boyda kredit ödəmişəm. Axı, yağ buraxırsa, problem varsa, mümkün deyil axı sürmək. Mövqeyini öyrəndik, sizin də çox sağ olun, təşəkkür edirik. Leyla xanım hər dəfə gələndə şəxsən özüm Leyla xanımı qarşılamışam. Çünki bizim aramızda indi kim konflikt olmayıbdı. Leyla xanım demişəm bizdən razı oldu. Vaxtı-vaxtında ödənişi ödəyibmi? Bəli, Leyla xanım son aprel ayının 13-ü bizdən hissəli ödənişdən alıbdı maşını. Aprel ayının 13-ü Leyla xanım bizim ödənişi tam şəkildə gətirib ödəyibdi. Prosta sadəcə olaraq əgər problem olan maşına niyə ödəniş eləsin bu adam? Leyla xanımın sosial şəbəkələrdə qərəzli, şər böhtan xarakterli paylaşımlarından sonra bizim iş nüfuzumuza, bizim müştərilərlə olan münasibətimizə böyük bir xələl gətiribdir. Xanım bizi qərəzli şəkildə, məqsədli şəkildə hər dəfə də qeyd edir, mesajlarında da sosial şəbəkədə qeyd edir ki, sizi biabır eləyəcəm. Bəli, bu bizə qərəzli şəkildə, məqsədli şəkildə yönəlmiş bir təxribatdır. Bəli, hörmətli izləyicilər, sözü gedən İSKAS avtomobil salonu buradır. Ümid edirik ki, avtosalonla vətəndaş arasında yaranan problem qanun müstəvisində öz həllini tapacaq.